Dostlar, salam. Növbəti məntiq testimizi həll edək. Qanun uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin. Baxırıq ki, bizə bir çevrə verilib və çevrənin daxilində müxtəlif ədədlər var. Biz də verilmiş bu ədədlər arasında qanun uyğunluğu müəyyən edib, sual işarəsinin yerinə uyğun gələn ədədi tapmağa çalışacaq. İlk öncə, sual işarəsindən sonra yerləşən 62-dən başlayaraq, saat əqrəbi istiqamətində ədədlər arasında qanun uyğunluğu müəyyən edək. Baxırıq ki, 62-dən sonra 53 gəlir. Deməli, 62, 9 vahid azalır. 53-dən sonra 25 gəlir. Deməli, 53, 28 vahid azalır. 25-dən sonra 32 gəlir. 25, 7 vahid artır. 32-dən sonra 34 gəlir. Deməli, 32, 2 vahid artır. 34-dən sonra 123 gəlir. 123-dən 34 çıxaq. 13-dən 4 çıxanda 9. 11-dən də 3 çıxanda 8 edir. Deməli, 34, 89 vahid artır. Sonra 123, 30 olur. Deməli, 93 vahid azalır. Baxırıq ki, burada birinci 9 vahidi azaldı, sonra 28 vahid azaldı, sonra 7 vahid artdı, 2 vahid artdı, 89 vahid artdı, 93 vahid azaldı. Yəni, burada hansısa bir qanun uyğunluğu müəyyən etmək mümkün deyil. Ona görə də biz bu qanun uyğunluğu davam etdirmirik və başqa bir qanun uyğunluğu axtarmağa çalışaq. Baxırıq ki, bu tip testlərdə ilk öncə biz saat əqrəbi istiqamətində qanun uyğunluğu müəyyən edə bilmədiksə, deməli, saat əqrəbinin əksi istiqamətdə də edə bilməyəcəyik və üzbəüz baxırıq. Yəni, qarşısındakı ədədlə aralarındakı qanun uyğunluğa baxırıq. 62, 34. 34-ü 2-yə vuranda 68 edir və 6 çıxanda 62 edir. 53 ilə 123. 53-ü 2-yə vuranda 106 edir və 6 çıxanda 123 etmir. Gördüyümüz kimi, burada da bir qanun uyğunluğu müəyyən etmək olmadı. Sonra 25 ilə 30-a baxırıq. Burada artıq 25-in üzərinə 5 gələndə 30 edir. Və burada bir də düşünə bilərik ki, 25 ilə 30-a ortaq böləni 5-dir. Amma 62 ilə 34-də ortaq bölən 2-dir. Ona görə də, yəni burada da bir qanun uyğunluğu müəyyən etmək olmadı. Hamısında 5 olsaydı və yaxud 2 olsaydı, biz 32-yə də ona uyğun cavab tapa bilərdik. Və sonra baxırıq, 2 ilə 5-in arasında hansı qanun uyğunluq aparıb 30 almaq olar. 5-in kvadratı 25 edir. Üstünə, yəni 25-i 2 və 5 kimi yanaşırıq. 5-in kvadratı 25, üstünə 5 gələndə 30 edir. 3-ün üstü 5 olanda, 3-ün üstü 2, 9, 3, 27, 4 olanda 3-ün üstü 81, 5 olanda isə 81-i 3-ə vuranda 243. Deməli, 243-dən üzərinə 5 gələndə, yəni 25-in kvadratı 2 kimi düşünəndə 30 yazdıq. 3-ün üstü 5 düşünəndə, üzərinə 5 gələndə 123 etmir. Və indi 2-nin üstü 5 düşünək. 2-nin üstü 5 edir 2 üstü 5. 2-nin üstü 2, 4-dür. 2-nin üstü 3, 8, 4, 16, 5 də 32. Deməli, 2-nin üstü 5 edir 32. Minus 2 bərabərdir 30. Biz 25-ə 2 və 5 kimi yanaşdıq və 2-nin üstü 5 yazdıq və ondan çıxdıq 2-ni. Edir qarşısındakı ədəd. İndi növbətində bunu yoxlayaq. 5 ilə 3-ə baxaq. Deməli, biz 5-in üstü 3-ə baxırıq. 5-in üstü 3 bərabərdir 125. 53-ə 5 üstü 3 kimi yanaşırıq. Deməli, 5-in üstü 3, 125 edir. Və 125-dən çıxırıq 2-ni. 125-dən 2-ni çıxanda bərabərdir 123 edir. Deməli, bu qanun uyğunluq da özünü doğrultdu. Yəni, bizim ədədimizin birinci rəqəmi üstü ikinci rəqəm minus 2
bərabərdir qarşısındakı ədəd. Sonra 62-yə baxırıq. 62-də 6 üssü 2. 6-ın üstü 2 bərabərdir 36. 36-dan çıxırıq 2-ni, bərabərdir 34. Gördüyümüz kimi biz dairəni tən ortadan 2 hissəyə bölsək və böldüyümüz hissənin sol tərəfi də olan ədədlər üzərində hansısa bir riyazi hesablama aparırıq və sağ tərəfindəki qarşısındakı ədədi alırıq. Deməli, 6 üstü 2-də də 62-də. 6 üstü 2-də 36 etdi, minus 2 çıxdıq, 34 verdi. İndi isə qaldı 32-ni tapmaq. 32-ni də 2 hissəyə, yəni 3 və 2 kimi nəzərdə tutsaq, 3-ün üstü 2 bərabər 9. 9-dan 2 çıxanda bərabərdir 7. 7 də Y variantına uyğun gəlir. Dostlar, testlə bağlı suallarınız olarsa, yorumlarda yazın, tezcə cavablandıracağım. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.